hər vaxtınız xeyir. Ərəb dilinin açarı Miftahul Ərəb verilişində sizləri xoş gördük. Aynur xanım Səudiyyə Ərəbistanında Azərbaycanı rəssamlıq sahəsində təmsil edir. Təsir daha çox muraqqa üzərində işlənilir. Yağlı boya bildiyimiz katan üzərində. Müasir dövrdə isə rəssamlar daha sərbəstdir. Burada ərəb dilinin zənginliyinə həqiqətən heyran qalmışdım. Və yaşadığım sürəcə qərar verdim ki, mən ərəb dilini dərindən öyrənmək istəyirəm. Və bunun üçün Edukampaniyada müraciət etdim. Mənə dəstək oldular. Daha da uğuruma uğur qatdılar. Verilişi açmaq münasibətilə sizlər kimi təravətli və gözəl çiçəklərlə təbrik etmək istəyirəm. Buyurun, bunlar sizlərindir. Axırıncı yox və axırıncı olsun deyə ümid edirəm. Və bu verilişləriniz gənclərimizə, istedadlı insanlara bir işıq, bir yol olsun. Təşəkkür edirəm Aynur xanım, diqqətinizə görə çox təşəkkür edirik. Onu da qeyd edim ki, Aynur xanım Səudiyyə Ərəbistanında Azərbaycanı rəssamlıq sahəsində təmsil edir, beynəlxalq sərgilərdə iştirak etmişdir və ərəb dünyasının sənət mühitini yaxından müşahidə etmişdir. Aynur xanım, mənim elə ilk sualım ondan ibarətdir ki, ərəb dünyasında sənət anlayışı haqqında mən sual vermək istəyirəm ki, ərəb dünyasında sənət anlayışını necə xarakterizə edərsiniz? Klassik və müasir dövrdə fərqlər varmı? Məncə ərəb dünyasında sənətə hər zaman xüsusi hörmətlə yanaşılıb. Klassik dövrdə daha çox dini motivlər, memarlıq, ornamentlər və xattatlıq ön planda olsa da, müasir dövrdə isə rəssamlar daha sərbəstdir. Fərqli mövzulara toxunurlar, daha sərbəst öz fikirlərini katan üzərində bildirirlər. Mən ən gözəl cəhətlərindən nəyi bəyənirəm onlarda? Onlar ənənələrini qorumaqla yanaşı bunu həyata keçirdirlər. Ənənələrinə sadiq olaraq bunu həyata keçirirlər. Buna görə məncə dediyiniz suala bəli, mən bu şəkildə cavab verə bilərəm. Deməli, klassik və müasir dövrlə fərqlər varmı? Əlbəttə ki, klassik və müasir dövrdə dediyim kimi, onlar klassik olaraq daha çox motivlər, öz ornamentləri və xəttatlığı ön planda tuturlar. O yolu, irsi qoruyurlar. Tamamilə düz buyurursunuz. Onlar öz irslərinə çox sadiqdirlər. Kənardan onları təklif olunlardan çox, onların öz beynində, öz dəsti xəttlərinə uyğun olaraq davranırlar. Deməli, müasir fərqlərdə, müasir fərqi bəs necə gördünüz? Deyə bilərəm ki, müasir çox öncələrə nəzər salsaq, Səudiyyə Ərəbistanının öncəki dövrinə, yəni illər öncə daha qorunaqlı idi. Onlarda qərbdən gələn hər bir fikrə səthi olaraq yanaşmırdılar əslində. Amma bu son dövrdə Səudiyyə Ərəbistan olduqca çox dəyişib və fikirlərini azad, sərbəst bir üslubda hər bir mövzuda rəssamlar öz düşüncələrini kətanlar üzərində insanlara nümayiş etdirirlər. Yəni keçmişlə kifayətlənmirlər də. Yeniyə də açıqdılar. Hal-hazırda bəli, Səudiyyə Ərəbistan bu mövzuda sürətli şəkildə inkişaf edir. Çox gözəl. Aynur xanım, mənim ikinci sualım ondan ibarətdir ki, Səudiyyə Ərəbistanındakı o təcrübənizdə sənətə dövlət və cəmiyyət dəstəyi hansı səviyyədədir? Mənim müşahidəmə görə son illərdə Səudiyyə Ərəbistanında incəsənətə maraq və dəstək olduqca çoxalıb. Dövlət sərgilər, festivallar, müxtəlif layihələr təşkil edir. Gənc rəssamların inkişafına şərait olduqca gözəl şəraitlər yaradırlar. Cəmiyyət də incəsənətdə əvvəlkindən daha çox maraq göstərir və bu sahədə münasibət müsbət istiqamətdə irəliləyir. Yəni hal-hazırda dəstək daha çox gənclərədir, tələbələrədir. Universitet tələbələrinin daha çox cəlb etmək üçün onları festival yolları ilə bu sərgilərə dəvət edirlər. Və sərgilər beynəlxalq
olaraq təşkil olunur ki, həmin o sərgilərdən bəzilərində də şəxsən özüm iştirak etmişəm. Beynəlxalq sərgilərdə 4 dəfə fərqli tarixlərdə iştirak etmişəm, amma dönmədən öncə öz vətənimə bir dəfə fərdi sərgimi, bəli, sərgi olaraq fərdi sərgi, solo sərgisini təşkil etmişdim. Ən çox orada nə fikir verdilər sizin? Axı siz Azərbaycanlısınız, nəfəsiniz Azərbaycanlıdır. Ərəb o vətəndaşı sizin o çəkdiklərinizdən nəyi xoşladı? Mən daha çox İslamik art üzərinə, İslami rəsmlər, əvvəl bizə tarixdən, irsdən, öz mədəniyyətimizdən qalan zəngin tariximizdən faydalanaraq onların qarşısına əsərlərimdən çıxmışdım. Mənim istifadə etdiyim motivlər məsələ şərq motivləridir ki, hansı ki bizim şəkidə olan simmetrik desenlərindən istifadə etmişəm. Xalça desenlərimizdən istifadə etmişəm. Olduqca çox bəyənilib və çox xoş qarşılanıb. Və qeyd etmək istəyirəm ki, bizim mədəniyyətimizdə, bizim irsimizdə olan bu naxışlar çox da uzaq deyil onlara. Onlar çox isti və çox alqışla qarşıladılar bizim xalça desenlərimizi və mən daha çox təzhib üzərindən sərgilərdə iştirak etmişəm. Xətt də var, daha çox amma təzhiblə özümü nümayiş etdirmişəm, əsərlərimi sərgiləmişəm. İndi isə Aynur xanımın Səudiyyə Ərəbistanında keçirilən sərgilərdən olan fraqmentə baxaq. تالي معرض السعودي آيدي الدولي للفنون البصرية يقام بمشاركات دولية كمنصة رائدة تعبر عن الرؤية الواسعة لوزارة الثقافة السعودية واستمرار التواصل الفني بين الشعوب. فلنشاهد هذا التقرير. بمشاركة 55 فنان يأتي معرض سعودي آيدي في نسخته 18 من سلسلة معارض بصمات فن لإبراز الهوية الإبداعية المعاصرة وتعزيز الحوار البصري بين 13 دولة مثلتها نخبة من القامات الفنية. احنا اليوم جينا من اسطنبول ومن العراق أيضا على مود نشارك معرض في مثل هذا المعرض الجميل في جدة. طبعا يشرفنا ويزيدنا يعني رقي وكذا انه احنا مشاركين بهيك معرض حقيقه. انا سعيده جدا ان يكون لي مشاركه معاهم في هذا المعرض، وهذا ما ليست اول مشاركه، هذا تعتبر المشاركه الثالثه. وانا سعيده جدا كمان انه اتشرف بانه اعرض عمل يعتبر من افضل الاعمال بالنسبه لي، وهي هذا اسلوبي الخاص، وهو اني ارسم رمز من رموز الدوله، سمو سيدي ولي العهد محمد بن سلمان حفظه الله ورعايه. وهذه تحاكي توجهات ورؤية المملكة في 2030 وطموحات، نتمنى أن هذه الطموحات تعانق عنان السماء بإذن الله يا رب العالمين. لكل فنان هنا متواجد معنا إنه كل أحلامنا وأمانينا الفنية تعانق السماء بإذن الله في هذه الأرض العظيمة اللي نحن دائما نشوفها أرض مبشرة بالخير بإذن الله يا رب العالمين لي ولكل الفنانين المشاركين معنا. أهم فرصة أن احنا نتلاقى مع الفنانين الآخرين ونتعرف عليهم ويشوفون تجاربنا ونشوف تجاربهم، وهذا أهم تلاقح فني يحصل للفنانين. أنا سعيدة جدا لوجودي في المملكة العربية السعودية ومشاركتي في هذا المعرض، وأتقدم بخالص شكري وامتناني لكل من ساهم وبذل جهدا في تنظيم مثل هذه المعارض راعنا. شرف لي وأنا سعيدة أنني أشارك هنا في المملكة العربية السعودية مع بصمات فن، وأنا جد سعيدة بتعرفي على فنانين من كل الدول العربية. والله هذه الفرصة أولاً اللي أنا بتكلم عنها أعتبرها أنها فرصة ذهبية، تكون أول مشاركة لي في المعرض وفي جدة، وأجمل شيء أن أنا أول مرة أتعرف على فئات كبيرة من الفنانين مميزين، إبداعات جميلة، ومعرض جدا جميل. يهدف المعرض إلى إبراز الإبداع الإنساني المشترك وبناء جسور الإبداع بين الشعوب، كما يهدف إلى التنمية المستدامة بتعزيز الابتكار والتنوع الثقافي والشراكات الدولية.
لقناة السعودية وليد المالكي جدة. Fərdi sərgimin adı İki Dünyanın Harmoniyası. Çünki orada mənim həm tesib əsərlərim yer almışdı, həm də yağlı boya. Tesib əsərlərimi daha çox biz murakka üzərində işləyirik. Bu xüsusi kağızlardır ki, bunun hazırlanması belə bizim özümüzə aiddir. Müzəhibə xanımlar, bəylər çox gözəl bilir. Tesib daha çox murakka üzərində işlənilir. Yağlı boya bildiyimiz katan üzərində çalışılır. Mən bu sərgidə hər iki sənət sahəsindən olan əsərlərimi, 25 əsərimi paylaşmışdım. Və həqiqətən çox xoş və olumlu geri dönüşlər aldım ki, hər kəsin çox bəyəndiyi, çox təqdirə layiq olunan bir sərgi etmiş oldum. 2 gün davam etdi sərginiz? 2 gün İçəri şəhərdə Qız Qalasının yanındakı qaleridə nümayiş etdirdik. Ənənə və müasirlik bəzən bir-birindən düşündüyümüz qədər uzaq olmur. İki dünyanın harmoniyası sərgisi isə təsvirlə çağdaş rəngkarlığı eyni məkanda birləşdirərək onların ahəngini nümayiş etdirir. Qız Qalası qalereyasında açılış mərasimi keçirilən növbəti sərgi İki Dünyanın Harmoniyası oldu. Rəssam Aynur Paşayevanın fərdi sərgisində klassik ənənə ilə yeniliyin vəhdəti diqqət cəlb etdi. Təsib sənəti xətt kənarında, bilirsiniz, xətt kənarında, Quran nüsxələrində və müxtəlif detallı bir şəkildə işləndiyi üçün, murakka üzərində işləndiyi üçün təsib sənəti yağlı boyasından tamamilə fərqlənir. Müxtəlif sənət əsərlərimə, təsib əsərlərimə detalları fərqli bir şəkildə yansıtmaya çalışdım. Tədbirdə çıxış edənlər Aynur Paşayevanın yaradıcılıq yolundan bəhs edərək bildirdilər ki, o sənət fəaliyyətinə klassik yağlı boya rəngkarlığı ilə başlayıb. Sonrakı illərdə isə Azərbaycan və İslam mədəniyyətinin zəngin irsini əks etdirən təshib sənətini seçib. Aynur xanımın əsərləri məni çox vali elədi, çox xoşuma gəldi. Çünki burada bir millilik var, burada bir şərq üslubunda çəkilmiş əsərlərdir. Baxmayaraq ki, bu qalereya biraz aşağıda yerləşir, bilirsiniz də. Birinci mərtəbədən də biraz aşağı. Amma sərgi özü adamı aparır yuxarılara, göylərə aparır. Çünki burada həm dini, həm İslamdan elementlər var, həm Azərbaycan mədəniyyətindən, həm bizim keçmiş miniatürlərdən nümunələr var. Ekspozisiyadan müəllifin 25 əsəri nümayiş olundu. Rəsm əsərlərində müasir rəngkarlığın dili ilə təqdim edilən milli ornamentlər, qızıl işləmələr və klassik təsib elementləri maraq doğurdu. Burada neçə cür işlər vardı. Həm kaligrafi vardı, həm cızıqlı şəkillər vardı. Hərəsi öz mövzusunda mənə yaxşı gəlir. Çox yaxşıdır. Rəssamın əsərləri ölkəmizlə yanaşı Türkiyə və Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib. Aynur Paşayeva 2023-cü ildə Səudiyyə Ərəbistanında Vision 2030 proqramı çərçivəsində təşkil olunan beynəlxalq rəsm sərgisində Azərbaycanı uğurla təmsil edib. Həm Azərbaycanın, həm də ərəb ölkələrinin zəngin mədəni irsi var. Hər iki tərəfdə milli dəyərlər və ənənələr sənətdə öz əksini tapır. Fərq ondadır ki, ərəb incəsənətində xəttatlıq və həndəsi naxışlar daha çox istifadə olunur, az öncə də qeyd etdiyim kimi. Azərbaycan rəssamlığında isə təbiət, insan obrazları və milli məişət mövzulara daha geniş yer verilir. Yəni, Azərbaycanımızda rəssamlarda istədiyi kimi içindən gələn hər bir şeyi kətan üzərində əks etdirə bilir. Onlarda isə dini qaydalara görə daha çox riayət olunduğuna görə onlara xüsusi diqqət yetirərək bunu edirlər. Ərəb dünyasında xüsusilə hansı sənət növləri daha çox inkişaf edib? Rəssamlıq, xəttatlıq yoxsa müasir incəsənət formaları daha çox hansı? Ərəb dünyasında xəttatlıq həqiqətən mən gördüyüm qədərlə ön sıralardadır. Və ondan sonra yağlı boyada tələbat həddən artıq çoxdur. Artıq əvvəllər bilirsiniz ki, İslam ölkəsidir ora. İslama riayət edən, qaydalarına uyan bir ölkədir.
Onlar göz çəkməməyə, surət çox çəkmirdilər. Amma son dövrlərdə mənim müşahidələrimə görə rəssam istədiyi bir rəsm, yəni əks etdirib kətanın üzərinə sərgiləyə bilirdi. Elə sualım oradan olacaqdı ki, daha çox hansı şəkillər ön plandadır? Daha çox mən orada nəzərimə çarpan təbii ki simalar görürdüm. Simaların üzərində, lakin çoxunda göz yox idi. Göz elementinə daha çox diqqət edirlər ki, onu çəkməsinlər. Onların ən sevdiyi at, bildiyimiz at, Murad mənasında Səudiyyə Ərəbistanının simvolik olaraq sevdiyi at və daha çox qartal. Bəli, qartalı. Onlar özləri saxlayırlar. Bəli, bəli. Onların bəziləri bu quşa böyük bir simpatiyaları var və bizim Murad dediyimiz at rəsmini də olduqca həmən dəvət edilən hər evdə biz at rəsmini görmüşdük. Yəni deməm odur ki, onların özlərinə ərəb ornamentləri deyilən, məsələn, onları da Səudiyyə Ərəbistanda Bələd deyilən bir yer var, Balad. Biz oraya ziyarət edəndə onların çox əvvəl elə bir balkonları, pəncərələri, qapıları, yəni taxta üzərində bildiyiniz xəttatlığı, taxta üzərində oyma işlərini, onların milli ornamentlərini rahatlıqla görmək mümkün idi. Və heyrətamiz bir əsərlər idi. Bilirsiniz, fırça ilə kətan üzərində, muraqqa üzərində işləmək, bəli, çətin olsa da, səbir işi olsa da, bir ağac üzərində, taxta üzərində bunu əks etdirmək olduqca məşaqqətlidir. Canlandırmaq çətin olur. Və bunu mən oradakı balkonları, qapıları bu şəkildə görəndə heyrətlənmişdim və çox bəyənmişdim. Sonra Louvre muzeyini ziyarət edib hər kəs, təbii ki, hər kəs bilir. Orada mən İslam dünyası deyə bir bölüm var. Həmən o bölümdə o gördüyüm taxta qapların bəzilərini daha qədimə aid ol, təbii ki, muzey olduğuna görə əsrlər öncəyə aid olan qapılara gözümlə görüb, yenə də orada nə qədər böyük bir sənətkarların əvvəlki vaxtlara rağmen necə pürüzsüz, təmiz, gözəl bir şəkildə, simmetrik bir şəkildə işləndiyinə dair gördüyümdə həqiqətən mənə çox xoş təəssürat bağışlamışdı. Eyni zamanda muzeyə gələn bütün vətəndaşlar ki, saatlarla onların önündə biz incələmə aparmışdıq və çox xoş təəssürat bağışlamışdı bizə. Bu içdən gəlməlidir ki, o fırçanı əlinizə alasınız, boyaları seçəsiniz, boyalar üzərində qərar verib rəsmə başlayasınız və rəsmə başlayanda, məsələ məndə yağlı boyalarda elə vaxt olub ki, bəyaz kətan üzərində konkret nə çəkəcəyimi bilmədiyim halda bir rənglə başlamışam ki, gedə-gedə demişəm ki, bunu bu şəkildə etsəm daha yaxşıdır. Bu natrumot olsa daha yaxşıdır. Bu məsələ təsvir üslubunda olsa daha yaxşıdır. Bu motivlərdən istifadə etsəm daha yaxşıdır deyə ən sonda rəsmdə olacaq, özümə də sürpriz olan hallar belə olub. Bu məncə rəssamdan rəssama dəyişən bir bu hal məsələsidir. Ki, hər rəssam bəziləri konkret bilir ki, nə çəkəcək, kətana o şəkildə başlayır ki, məndə də çox vaxt elə olub. Amma təsvir tamamilə fərqlidir. Təsvir Məhəmməd Füzuli adına bizim Əlyazmalar İnstitutunda çox dəyərli əlyazmalarımız var ki, onların kənarında təsviri biz görə bilərik, xətt sənətlərinin nüsxələrini görə bilərik. Təsvir daha çox ayələr, Qurani Kərimin ayələri ətrafında işlənilir. Və bu yaradılışı nə zaman olub? Qurani Kərim nazil olduqdan sonra artıq bunu ölkələr arasında İslamı təbliğ etmək üçün göndərdikdə onu təsvir bəzəmək deməkdir. Bəzəyib o şəkildə qızıllamaq, bəzəmək. Zəhəb sözündəndir də? Bəli, tamamilə düz buyurursunuz. Çünki təsvirin özündə biz qızıl istifadə edirik. 22 əyyar qızıl. Döyülmüş, əzilmiş qızıllardan istifadə edərək onu daha da üst səviyyəyə gətirmək üçün. Və təsvirdə istədiyimiz rəngdə biz rəngləyə bilmərik. Onun sakin, insana huzur verəcək tonlardan seçməyimiz lazımdır. Özü təsvir sükunətin, mənəviyyatın, səbrin, tarixə qızıl xətlərlə yazılmış bir dünyasıdır.
Təsib həqiqətən dərin bir dünyadır və çox incə detallara sahibdir. Təsib detaydan ibarətdir zaten. Rumi var içərisində, naif üslubu var, halkari var. Biz burada qızıl, quaş və sulu boyalardan da istifadə edirik və daha çox sakinləşdirən tonlardan yararlanmağa çalışırıq ki, çünki ayə kənarında bir sükunətin tarazlığını daha da çoxaltsın, əks etməsin deyə. Bəlkə də mən deyərdim ki, o ayələrin təsiridir ki, o işləyən adama da, təsib sənəti ilə məşğul olan adama da aramlıq verir, ilham verir. Bəli, əlbəttə ki, sirayət göstərir, tənəzzüm edirik biz onu içimizdə. Həqiqətən bəzən elə olur ki, təsib işləyəndə nəfəsimizi tuturuq ki, bunu xəttatlar da yaxşı bilir. Nəfəsimizi tuturuq ki, oradakı xətt cizgisi düz olsun. Təsiblə məşğul olan bəylərə deyilir müzəhib. Müzəhib? Bəli, xanımlara deyilir müzəhibə. Həqiqətən çox gözəl bir sənət daldır. Mən bugün bütün gənclərə arzulayardım ki, bu sənətlə yaxından maraqlansınlar, bu sənətin içinə bir addım atsınlar, nə qədər gözəl, dərin bir dünyaya sahib olduğunu gördükdə daha da diqqətlərini cəlb edəcək, o yolda bəlkə irəliləyəcəklər, özlərini tapacaqlar deyə ümid edirəm. Amma həqiqətən gənclərin bu işlərlə məşğul olmağını çox istəyirəm. Çox gözəl, bəli. Çünki səbrin birə-bir müəllimidir. Təsibdir, mənəvi hüzur verir də. Tamamilə düz buyurursunuz. Qəlb aramlığı, belə deyək. Tamamilə düz buyurursunuz. Səbri öyrədir. Tez bitmir o iş. Zamana, səbirlə, sükunətlə bir zövq ala. Tamamilə düz buyurursunuz. O şəkildə irəlilədiyinə görə sanki bir səbir müəllimidir deyə bilərəm təsib sənəti. Gözəl. Amma yağlı boya çox fərqlidir təsib sənətindən. Burada müasirliyin, sərbəstliyin, coşqusu və dinamikası var yağlı boyanın. Məsələn, biz yağlı boya çəkdikdə ürəyimizin istədiyi kimi tonlardan, rənglərdən, tamamilə əks rənglərdən belə istifadə edirik. Amma təsib bunu biraz qəbul etmir. Daha diqqətlə, daha məsuliyyətlə addımlamağı, irəliləməyi istəyir. Aynur xanım, siz Səudiyyə Ərəbistanında neçə ildir yaşayırsınız? Mən Səudiyyə Ərəbistanda ailəmlə bərabər hardasa 10 ilə yaxındır ki, yaşadım. 4 il yarım Riyadda yaşadıq. Hətta 5 il yarım olar orada yaşadıq. Ondan sonra biz Ciddə şəhərinə köçdük və bu devirdə bizdə ara da oldu. Yəni 2011-dən 2015-ə qədər və 2021-dən 2026-ya qədər bu tarixləri deyim. Və arada o böyük fərqi mən bir əvvəlini, bir sonrasını görmüş kimi nə qədər çox uğurlara imza atdıqlarının şahidi oldum ölkə olaraq. Həqiqətən artıq demək olar ki, beynəlxalq festivallarda olsun, modelyerləri olsun, dizaynları olsun, rəsmləri olsun, sərgilənməkdə davam edir. Eyni şəkildə də bizim onlarla işbirliyimiz olsun. Bu həqiqətən sevindirici və qürur verici haldır. Çünki artıq uzun bir illər orada yaşamış olmama rağmen oranın adət-ənənələrinə, belədəm, insanlarına, mətbəxinə, mədəniyyətinə, rahatlıqla onlar haqqında böyük bilgiyə sahibəm və danışma ehtiyatım olduğuna əminəm. Çünki mətbəxindən də bizdə var. Onlar da gözəl, ləzzətli yeməkləri sevir ki, onlar Azərbaycan mətbəxini olduqca çox sevir. Səudiyyə Ərəbistanının hansı şəhərlərində oldunuz? Siz indi dediniz ki, Riyad və Ciddə şəhərlərində və digər şəhərlərində olmusunuzmu? Riyad və Ciddə şəhərində biz yaşamışıq, lakin ziyarət etdiyim Taif olub, Əl-Ulə olub, Mədin Salihin də deyirlər ora. Yəni onun haqqında da yazılıb. Ondan sonra Xobara getmişik. Ondan sonra Məkkə, Mədinə ziyarətgahdır. Zaten birinci getdiyimiz yerlər oralar olub.
Mədinə şəhərini mən olduqca çox sevirəm həqiqətən. Mədinə şəhərində ayrı bir abu-hava var, ayrı bir atmosfer var ki, insan özü də hiss etmədən orada fərqli duyğular içərisinə qapanır. Şəhərin özündən gül iyi gəlir. Çox gözəl bir ölkədir deyə bilərəm. Hər yeri çox fərqlidir. Yəni orada olan təəssüratlarımı mən burada sizinlə paylaşıram. Çünki mövzumuz bizim ərəb ölkələri, ərəb dili haqqında və ərəblə Azərbaycan arasında olan münasibətdən gedir. Olduqca mən xoş təəssüratlar bağışlayıb həmən ölkə. Bizim orada professorlarla, oranın dahi sənətkarları ilə, orada yaşayan, Azərbaycanı sevən, belə deyim, hətta məsələ mənim yoldaşım çox gözəl ərəbcə danışır. O ərəb dilində danışanda onlar bunu çox təqdirə layiq görürdülər ki, yəni Azərbaycanda necə gözəl işini bilən professional müəllimlər var. Sanki Səudiyyədə öyrənmisən bu dili, bu şəkildə sizə ötürə biliblər. Mənə maraqlıdır ki, Azərbaycan və ərəb dünyası arasında rəssamlıq və sənət baxımından hansı fərqləri görürsünüz? Ənənəvi olaraq xəttatlıq və İslam ornamentləri ərəb dünyasının ən güclü sənət sahələrindən biridir. Ortaq İslamdır. Bəli. Bununla yanaşı rəssamlıq və geniş inkişaf edib, son illərdə isə rəqəmsal incəsənət installyasiyası, fotoqrafiya və digər müasir incəsənət formaları da sürətli populyarlaşmışdı Səudiyyə Ərəbistanda. Qeyd etmək istəyirəm ki, bizim sərgilərimizdə müxtəlif ərəb ölkələrindən rəssamlar qatılırdı. Və mənim hal-hazırda mən Səudiyyə Ərəbistanın Basmat İncəsənət Fondunun üzvüyəm. Bizim tez-tez görüşlərimiz olurdu, toplantılarımız olurdu. Onlar daha çox nəyə riayət edirdilər? Onlar tələb edirdilər ki, bizim çərçivəmizə uyğun şəkillər olsa daha yaxşı olar. Yəni standartları var idi. Onların standartları var idi, bəli. Məsələ, hər kəs istədiyi bir rəsmlə qatıla bilməzdi. Yəni, ola bilərdi ki, qərbdən birisi tamamilə həmən o sərgiyə aid olmayan bir əsərlə qatılmaq istədikdə onu nəzərdən, gözdən mütləq ki, keçirirdilər. Və Azərbaycanın motivlərini, Azərbaycanın bizim özümüzə xas rənglərimiz, motivlərimiz, ornamentlərimiz çoxdur. İnanın ki, daha çox mən şəxsən özümüzə aid olanlara üstünlük verdiyimdə belə onlar çox təqdirə və şahanə olaraq bunu qarşılayırdılar ki, Azərbaycan çox zəngin ölkədir. Azərbaycan dövlətində bu qədər gözəl motivlərinin olduğunu biz bilmirdik. Çoxu ki, çox səyahət edib artıq bizim ölkəmizə turist kimi gələnlər, onlar xəbərdar idi. Lakin çoxu, sərgiyə gələnlərin çoxu çox müsbət reaksiya ilə bizim əsərlərimizdə onları görürdülər. Və biz onların tarixlərini, mənalarını, hər birini ayrı-ayrılıqda onlara anlatırdıq. Başa salırdıq. Bu mənim üçün də olduqca şərəfli bir mövzudur ki, ölkəmi, bayrağımı başqa bir ölkədə bu şəkildə təmsil edə bilmişəm. Aynur xanım, bir rəssam olaraq ərəb mədəniyyətindən ilham aldığınız elementlər varmı? Ərəb memarlığı, ornamentləri, xəttatlığı və rəng harmoniyası mənə olduqca maraqlı idi. Bu elementlər həm estetik baxımdan zənginidir, həm də dərin mənəviyyata sahibdir. Onlarla tanış olmaq əlbəttə ki, mənim yaradıcılığımda böyük bir yeni pəncərə açmışdı. Yaxından onların xəttatlığını, necə uşaqlıqdan onlara əks etdirib, çünki onların öz doğma hərflərindən ibarətdir xəttatlıq. Bizim üçün o ekstra bir çətin ola bilər. Onlara daha uşaqlıqdan naxış kimi özlərinin qəlbinə, iç dünyalarına yerləşdiyinə görə onlar daha çox yaradıcıdır bu mövzuda. Onların yağlı boya tablolarında da hansısa ərəb əlifbasından hərflərə rast gəlmək olur. Bilirsiniz, mən Səudiyyədə yaşayandan biz orada ingilis dilində danışırdıq. Yəni, şəxsən mən. Çünki mənim ərəb dilim o qədər də mükəmməl deyildi. Lakin uzun illər orada qaldıqdan sonra
ərəb dilinin orada həqiqətən önəmli olduğunun fərqinə vardım ki, sərgilərdə olsun, başqa televiziya kanallarına dəvət edirdilər, orada olsun ki, davamlı alt yazı ilə təqdim edirdilər danışdıqlarımı. Və mən qərar verdim ki, ərəb dilini öyrənəcəm. Ərəb dilini öyrənməyə başladığımdan, dil olaraq danışmağa başladığımdan o qədər də asan olmadığını, hər bir hərfin öz hökmü, öz qaydası olduğundan, pəltək, qalın, boğaz hərflərinin, məxrəc, tecvidləri bunları öyrənərkən mən o qədər də asan bir ölkədə olmadığımı, çox zəngin bir ölkədə olduğumun fərqinə vardım. Yəni, Səudi Ərəbistan həqiqətən sözün hər mənasında zəngin bir ölkədir. Ərəb dili həqiqətən asan bir dil deyildi mənim üçün. Ümumiyyətlə, içinə daxil olduqca bu dilin, mürəkkəb sözlərin, zəngin sözlərin, bilirsiniz, Səudi Ərəbistanda tək rəssamlıqla, mənim işim rəssamlıq olsa da, mən orada festivallarda şairlərin yarış etdiyini gördüm. Çünki onlarda söz o qədər zəngindir ki, şairlik orada bir üst səviyyədədir. Yəni, onlar şairlər arasında, şairlər üçün də festivallar təşkil edirlər ki, bu ənənə itib batmasın. Çox zəngin bir dilə malikdir. Bu ənənə elə cahiliyyət dövründən var. Bəli. İslamiyyətdən öncə var. Bəli, tamamilə düz buyurursunuz. Bu gündə orada bu çox aktiv şəhərdə, hətta dövlətlər arası səfirliklər belə proqramlar etdikdə, həmən o müsabiqəyə dəvət alan şairlər, gənc şairləri dəvət edirlər. Onlar səhnədə bir-birlərinə şeirlər deyərək belə mükafatlara və diplomlara təltif edirdilər. Onları daha da həvəsləndirirdilər gəncləri. Mən orada ərəb dilinin zənginliyinə həqiqətən heyran qalmışdım. Və yaşadığım sürəcə qərar verdim ki, mən ərəb dilini dərindən öyrənmək istəyirəm. Və bunun üçün EduKampaniya öz ölkəmdə, öz vətənimdə EduKampaniyada müraciət etdim və buranın müəllimləri də olduqca professional bir şəkildə hər kəsin dərəcəsinə görə çox böyük bir şəkildə mənə dəstək oldular, daha da uğuruma uğur qatdılar, özümü rahatlıqla ərəb dilində təqdimat edə bilirəm. Bugün ərəblə danışdıqda onu rahatlıqla başa düşürəm. Bu mənim üçün həqiqətən olduqca qürur verici və sevindirici bir haldır. Çünki məktəb illərimdə öyrənmədim mən bunu. Sonradan qərar verdim və yaşımın belirli bir olğun yaşındaykən mən bunu istədim. Və bunu mən əgər edə bildirsə, düşünürəm ki, gənclər daha rahat və daha gözəl bir şəkildə bir dilə sahiblənə bilərlər. Və öyrənmək heç bir yaşı üçün heç vaxt gec deyil. Mən ümid edirəm ki, istəyən hər kəs rahatlıqla başvuru edib buna nail ola bilər. Proqramlarımız sizə çətin gəlmədi ki? Bilirsiniz, o ilk başda imtahan olundu. O level'a görə, o dərəcəyə görə mənə dərsliklər təqdim olunduğuna görə daha asan oldu. Ərəb dünyasında incəsənətin gələcəyini necə görürsünüz və Azərbaycan rəssamları üçün hansı imkanlar açılır? İmkanlar varmı? Ümumiyyətcə bizdən orada tanınmış rəssamlar varmı? Tanıyırlarmı bizdəki rəssamlarımız? Bəzilərini tanıyırlar, hansı ki daha çox Islamic art üslubunda işləyən xəttatlar olsun və digərləri. Orada Azərbaycanı 2011-ci ildən sizə bəhs edirəm. İlk sərgimi mən Səudi Ərəbistanda 2011-ci ildə açmışdım. Səudi Ərəbistanın daha qapalı olan vaxtları idi. O vaxtı araşdırsanız, bu qədər turistik bir yer deyildi. Qapılarını hər kəsə açmırdı ölkə olaraq. Amma 2021-dən etibarən mən orada təkrar ailəli olaraq biz orada yaşamışdıq. Təkrar sərgilərə qatıldım və əvvəlki ilə nisbətən arada nə qədər böyük fərq olduğunu öz gözlərimin şahidi oldum. Bu devirlərdə mən Azərbaycanı, yəni ilk xanım olaraq Azərbaycandan, ilk rəssam xanım olaraq öz sərgilərimi təqdim etdim və rəsmi olaraq bu qeydiyyata keçdi ki, Azərbaycandan ilk rəssam Aynur Paşayeva ilə ərəb dövlətləri arasında
birlikdə rəsm sərgiləri və Basamat İncəsənət Basamat Fondunun üzvü olaraq hal-hazırda da qeydiyyatdayam, üzvüyəm və birlikdə işbirlikləri edirik, rəsm qalereylərinə işlərimizi göndəririk, sərgilərə qatılırıq və bunu biz ərəb ölkələrini, müxtəlif ərəb ölkələrində həyata keçiririk, tək Səudi Ərəbistanında yox. Bu yaxınlarda sizin sərginiz oldu. Bəli, müxtəlif ölkələrdən qonaqlarım var idi. Guinness Rekordlar kitabına düşmüş isimlər var idi. Xəttatlıq üzrə, təsib üzrə və bizim öz dahi akademik sənətkarlarımız, bəzilərinin adlarını da çəkə bilərəm. Məsələn, çox hörmətli Sakit Məmmədov, həqiqətən çox dəyərli bir sənətkarımızdır və məni diplomla təltif etdi. Bu mənim üçün həqiqətən şərəfli və böyük bir nemət idi. Öz vətənimdə öz əsərlərimi sənətsevərlərlə bərabər paylaşmaq olduqca xoş təəssürat bağışladı mənə və daha da məni ürəkləndirdi. Daha da mənə stimul oldu ki, daha çox əsərlərimi, tesiblərimi bu istiqamətdə sənətsevərlərlə paylaşım. Bu sizin əziyyətinizin bəhrəsidir. Çox Heç şükür kəs ki, durduğu demək yerdə elədi. nail ola bilməz. Hər bir şey sahə odur ki, gərək insan çalışar. Çox təşəkkür edirik Aynur xanım. Dəyərli vaxtınızı bizə həsr etdiniz, gəldiniz. Miftahul Ərəbiyyə verilişinin qonağı oldunuz. O təcrübələrinizi bizimlə bölüşdünüz. Sizə öz minnətdarlığımızı bildiririk. Mən təşəkkür edirəm Səbriyə xanım, dəvətinizə görə, dəyərli vaxtınızı siz də mənimlə paylaşdığınıza görə, mən öz fikirlərimi sizinlə paylaşdığıma görə mənim üçün də olduqca çox xoş oldu. Ümid edirəm ki, hər zaman xoş və gözəl günlərdə görüşmək qismətimiz olar. Minnətdaram. Hörmətli izləyicilər, bugün biz ərəb dünyasının sənətə baxışı və bu mədəni mühitdə incəsənətin yeri haqqında danışdıq. Ümid edirik ki, bu veriliş sizə yeni ərəb dünyası haqqında yeni bir baxışları formalaşdırdı. Növbəti verilişlərdə görüşənədək sağ olun, salamat qalın.